Salam uşaqlar. Biz yenə dim toplusundan düzqatlı bərabər sürətli hərəkət və dəyişən sürətli hərəkətdə olan suallara baxırıq. 121, 122, 123-ə baxacağıq. Qoy başlayaq. Birinci hərəkətimiz, sualımız 121-dəki necə hərəkətdir? Bərabər yavaşın hərəkətdir. 5-ci saniyədəki Vx-i soruşur. Burada düşünün 5 var. 5-ci saniyə. Buradan Vx-idir. Okey. Biz burada nə görürük? Vx-i tapmaq üçün yəni bir düsturumuz var bilirsiniz. Vx bərabərdir V0 üstəgəl AT-dir. Amma nə görürük biz burada? Görürük ki, bizim təcilimiz yoxdur. Təcilimiz olmadığına görə, bu da bərabər yavaşın hərəkət olduğuna görə biz burada təcil tapaq. Təcil tapmaq üçün 60-mız var və 20-miz var. Ona görə A düsturumuzu bilirik. V çıx V0 böl T'dir. Ümumi bu qrafikdəki A-nı tapaq, sonra 5-ci saniyədə olan V-yə baxaq. Okay. Son sürətimiz nədir burada? 10-cu saniyədə 20-dir. 20 çıx. Başlanğıcımız nədir? 60-dır. Böl 10. Minus 40 böl 10, o da bərabərdir. Minus 4 metr böl saniyənin kvadratı. Bilirik bunu. Tamam. Tapdıq biz, təcilimizi tapdıq. Deməli, bu 5-ci saniyədə, 2-ci saniyədə, 1-ci saniyədə, neçənci saniyədə, 10-cu saniyədə hamısında nədir? Təcilimiz eynidir. Bizim yenə bu yuxarıdakı düsturumuzu yenə bura qoyduq. Vx bərabərdir. V0 üstə gələk A, T. V0-mız nədir? Yenə 60-dır. 60. Bura üstə gələk. Mənfi 4 olduğuna görə T'miz də 5'dir, onda çıxaq olur. 5'i 4'ə vuran nə eləyir? 20 eləyir. O da bərabərdir 40 metr böl saniyə. Okay, cavabımızı tapdıq. Cavabımız nədir? 40 metr böl saniyə. Okay, 122'yə baxırıq. 122'də də nədir? X oxu düzqatlı hərəkət edir. X oxu üzərində düzqatlı hərəkət edir. 2 maddi nöqtə var. Bunların qrafiklər verilmişdir. Müşahidə ondan 10 saniyə sonra aralarındakı məsafəni hesablayın. Burada uşaqlar nəyə diqqət edəcəyik? Burada biraz diqqətli olmamız lazımdır. Önəmli bir situasiya var burada. Nə görürük? Birinci hərəkət görürük ki, burada baxın. Birinci hərəkət. X ox istiqamətindədir. Yəni, mən birinci çəkdiyim şeydə vardır. Düşünün, bu X oxudur. Burada 0 var. Birinci hərəkət X ox istiqamətindədir. Yəni, buralardadır. İkinci hərəkət nədir? X oxunun əksi nədir? Yəni, buralardadır. Okay, bunu unutmayın. Bu X oxudur. Biz nə baxırıq burada? Birinci, deyir ki, bizdə aralarındakı məsafəni dediyinə görə biz burada yola baxacağıq. Yol düsturuna baxacağıq. Yol düsturumuzda birinci nədir? Biz bilirik ki, burada 3 bucağı var. Bu 3 bucağı var. Bu 3 bucağın sahəsinə baxacağıq. Və yaxud da bizim bildiyimiz bir S yol var. Buna S1 deyəlim. V üstə gələk V0 böl 2 var T düsturumuz var. Biz baxıb görürük ki, birinci hərəkətdə V0-mız 0-dır. Ona görə nə yazırıq? 0 üstə gələk. V'miz nədir? Son sürətimiz 15'dir. 15 bölə 2 bıraq 10'dur. T'miz nədir? 10'dur. Nə olduğunda 150 böl 2 o da bərabərdir 75 metr. Okay, biz X ox istiqamət tapdıq bura 75 metr. Birinci hərəkətimiz. S1'imiz. Okay. S2'yə baxırıq. S2'də nə görürük? Sanki burada bir trapesiya var. Görürsünüz? Bir trapesiya. Yəni, trapesiya da bunun sahəsi. Düşünün. Yenə bu düsturdan istifadə edəcəyik biz. Yenə V üstə gələk. V0 böl 2 var T. Okay, V'miz nədir? V'miz nədir? Görürük burada. Minus 20'dir. Minus 20'dir. Bəs şeyimiz nədir? V0'mız nədir? Başlanğıcımız nədir? Yenə burada üstə gəlir olacaq. Yəni biz burada minus 10 yazırıq. Bölə 2 vuraq. Neçədir? Yenə 10'dur. Nə görürük burada uşaqlar? Bərabərdir. 30 minusdur. Bax, unutmayın. 30 minus 150 olur, öyle değil mi? 150. Okay, minus 150'miz de burada düşünün.
minus 150 metr, bu da 75 metr. Bunlar arasındakı məsafə nə qədər oldu? Minus 150 və 75. Biz burada yola baxırıq, yer dəyişməyə yox. Nədir? 150, 75 nə edir? 225 edir. Cavabımızı tapdıq. Nədir? D bəndi. Okay. İndi biz 123-ə baxırıq uşaqlar. 123-də bizə nədir? Ona baxaq. Bunu yenə pozuram. 123. Gain siləlim. 123. 123-də də uşaqlar yenə mən x koordinatını çəkirəm. Yenə deyir, aralarındakı məsafə deyil, 12 saniyədən sonra məsafəni hesablayın. Yenə buradan 0 nöqtəmizi qoyuram, x oxumuza yazdım. Yenə gördük ki, uşaqlar, birinci hərəkətimiz nədir? X oxunun əks istiqamətində nədir? Yavaş yön hərəkətdir. Birinci. Bu. İkinci də yenə x oxunun əks istiqamətində yenə yavaş yan hərəkətdir. Birinci x ox istiqamətində yavaş yan, ikinci x oxunun əks istiqamətində yavaş yan. Okay? Yenə üçbucaq düsturumuzu yenə S1-imizi yazırıq. Bildik, yenə S1 həmin düsturumuzu yazdıq. S1 bərabərdir V üstəgəl V0 bölü 2 vur T düsturumuz var. Okay, V0'mız var, amma V'miz nədir? V0'mız 30'dur, V'miz 0'dır. Okay, V'mizi 0 olarak götürdük. Onda nə olur? 30 üstəgələk 0 bölü 2 vur 12. Okay, bu nə oldu? 30'u 180 düşür, elə deyilmi? 180 metr birincidə. Nə oldu? 360 bölü 2 180 metr. Okay, buraya yazdım. 180 metr S1. S2'yə baxıram uşaqlar. S2'də də yenə həmin düsturu yazıram yuxarıda aynı. V üstəgələk V0 bölü 2 vur T düsturumuzu. Amma başlanğıcımız var, sonu yoxdur yenə də. Onda nə oldu? Minus 20 üstəgələk 0 bölü 2 vur yenə 12. 240'ı da 2'ye bölünür, necə oldu? Equal minus 120 metr. Okay, minus 120'ni də bura yazdım. Düşünün ki, bu nöqtə 180 burada. Minus 120'miz də bura. Minus 120 metr də bura. Aralarındakı məsafə nə qədər oldu uşaqlar? Baxırıq 120 da 180 300 olur mu? Davam. Davamımız oldu 300 metr. Bu qədər uşaqlar. Asan və yadda qalan izahlar istəyirsinizsə buyura bilərsiniz.